Bugün sizlə növbəti izahımızı paylaşıram. Alın sözlərinin 3 müxtəlif izah etdiyi mənaya baxacaq. Deməli, sözümüzün kökü al ola bilər. Ön şəkilsi alınmaq feili, incimək, alınmaq, vurğu sondadır. Başlanğıc forması bu zaman bu şəkildə olacaq. Və alın əmr şəklində olanda vurğu 1-də olacaqdır. Sözün kökü al. Ön şəkilsi burada qrammatik şəkilsi olacaq. Başlanğıc forması bu şəkildədir. Bu əmr şəklində olan feilimiz. Alın isim mənasında olanda vurğu yenə sonda olacaqdır. Sözün özündə şəkilçi yoxdur. Başlanğıc forması da bu şəkildədir. Deməli, birinci sözümüz və üçüncü sözümüz olacaqdır anonim sözlər. Alınmaq, incimək mənasının insanın alını amonimdir. Demişdik ki, amonimlər başlanğıc forması, vurğusu deməli eyni olmalıdır. Bizə görürük ki, birinci və üçüncü sözlərdə başlanğıc forması, vurğusu eyni, mənaları da bir-birindən fərqli olan sözlərdir. Deməli, bu bizim alın sözümüzün amonimliyi olur.